Sahibkarlar binalar tikərkən insanların təhlükəsizliyini riskə atırlar. Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Bakıdakı qəzalı binalar məsələsini gündəmə gətirib. Deputat bildirib ki, sadə mexanizmlər tətbiq olunmadığı üçün insanların həyatı risk altındadır və icra orqanlarının məsuliyyəti qanunla konkretləşdirilməlidir. Qeyd edib ki, bir çox bina rəsmi olaraq qəzalı kimi sənədləşdirilsə də, səlahiyyətli orqanlar heç bir adım atmır. Fazil Mustafa problemin həlli üçün sadə mexanizmlərin tətbiqini təklif edir. Bir iş adamı gəlir, bir dənə binanı götürür, pulunu ödəyir, dövlət büdcəsindən 1 qəpik pul xərclənmir, 5 mərtəbə vəzinə 9 mərtəbə tikir, 5 mərtəbəyə həmən sakinləri 1 il kirayədə saxlayıb yerləşdirir, 4 mərtəbəni də satır, özü pul qazanır. Sadə bir mexanizmi həll eləmək əvəzinə vətəndaşın həyatını riskə qoymağın nəticələrinin məsuliyyətini heç kim daşımayacaq. Bu məsələdə də məncə belə olmalıdır. Yəni, müvafiq orqan artıq bu qanunsuz 3 gün, 5 gün hansısa cərimə ödəmək prinsipini əsas götürərək yükün, malın, maşının saxlanması məsələsindən uzaq durmalıdır.